Ağlama deyə deyə ağlayır səsin Arif. Başqa müğənnilərə ağlın getməsin Arif. Heydər Məscidində ayın 4-ü, sabah yox biri gün inşallah. Şəhərdə başlayacaq, bizdən başlayacaq. Ayrı zanlardan qalırım. Yazıçılar, şairlər bədbəxt insanlardır. Bu sözləri yazıçılar xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə şair və yazıçılar həm də xoşbəxtdir. Çünki onlar həyatda olmadıqda belə əsərlər yaşayır. Onlar bədbəxtdirlər çünki taleləri çox ağrılı olur. Amma eyni zamanda xoşbəxtdirlər. Ona görə ki, uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxuduqca özü də yaşayacaq. Nəriman müəllim qədər həyatı sevən bir insan gözlərini dünyaya əbədi yumdu. O doğrudan da böyük həyatsevər şair idi. Ona görə ən çətin anlarında belə onun üzündən təbəssüm əksik olmurdu. Əzabı ağrıları içində çəkirdi. Bunu xalq şairi Vahid Əziz Nəriman Həsənzadə ilə vida mərasimində deyib. O bildirib ki, sağlığında Həsənzadə ilə qonşu olub. Mən niyə bunlar deyirəm? Ona görə ki, mən Nəriman müəllimlə qonşu, dost, iş yoldaşı olmuşam. Mən Mətbuat Komitəsinə müavin gələndən sonra Nəriman müəllim də ora müavin gəldi. O, hər kəsin yaddaşında bir cür qalar. Təbii ki, Azərbaycan xalqının yaddaşında böyük bir şair kimi qalacaq. Amma 60-70-ci illərdə Bakıya gələn gənc şairlərin, yazıçıların, imkansız, kimsəsiz adamların yaddaşında Nəriman Həsənzadə çox böyük qarkeş bir şəxsiyyət kimi qalacaq. Çünki Nəriman müəllim hələ gənclik illərində öz şəxsi nüfusundan, öz şəxsi çəkisindən istifadə edərək o qədər cavan şairi Bakıda qeydiyyata aldırıb ki, o vaxt buna propiska deyirdilər və bu çox çətin bir məsələ idi. Ona görə çox adamın yaddaşında Nəriman müəllim bu cür qalacaq. Nəriman müəllim sadəcə şair deyil, o tarix, təbiət, sevgi, gözəllik şairdir. Nəriman müəllim cəsarətli insan idi. Heç kəs onun etdiyini eləyə bilməzdi. Nəriman müəllim əsgərlikdə olduğu dövrdə xəbər gəlir ki, anası rəhmətə gedib. Onu anasının yasına buraxmırlar. Avtomatını götürür, hərbi hissədən qaçaraq anasının yasına gəlir. Var olsunlar, Allah onların ruhunu şad eləsin. O dövrdəki Azərbaycanın qeyrətli, şəxsiyyətli kişiləri, görkəmli şairləri, böyük insanları Nəriman müəllimin həbs olmağına imkan vermədilər. İstərdim ki, Nəriman müəllim dərsliklərdə yaşasın. Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri, keçmiş tarixdə olanlar və indiki şəxsiyyətlər Azərbaycan dərsliklərində, məktəblərdə tədris olunsun, tanınsın.